Ağstafada bıçaqlanma hadisəsi baş verib. RTV APA-ya isnadən xəbər verir ki, hadisə Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə qeydə alınıb. Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 9-da tənəffüs zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə bıçaqla xəsarət yetirir. Xəsarət almış şagird müvafiq tibbi yardım göstərilir. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq mühafizə orqanlarına məlumat verilib. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir. Qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesini davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.